Bu izah İcma və Sosial İnkişaf Mərkəzinin həyata keçirdiyi sosial layihə çərçivəsində hazırlanıb. Qarşıdakı bir neçə dəqiqə ərzində birlikdə başlayacağımız bu kursun adı isə Peşəkar Layihə İdarəçiliyidir. Hər birinizi salamlayıram. Peşəkar Layihə İdarəçiliyi seriyamızın ilk bölümünə xoş gəlmisiniz. Bugün biz layihə idarəçiliyi dünyasına ilk addımımızı atırıq. Onun ən təməl, ən fundamental anlayışlarını birlikdə kəşf edəcəyik. Hazırsanızsa başlayaq. Gəlin bir anlıq düşünək. Böyük, səs-küylü bir toy mərasimi planlaşdırmaqla sadəcə 2 addımlıqdakı mağazaya gedib çörək almağın ortaq cəhəti nə ola bilər? İlk baxışda heç bir əlaqəsi yoxmuş kimi görünür, deyilmi? Biri aylar çəkir, o biri isə cəmi 5 dəqiqə. Amma cavab sizi təəccübləndirəcək və göstərəcək ki, bu mövzu əslində bizim hər günümüzün bir parçasıdır. Cavab əslində çox sadədir. Hər ikisi özünə məxsus şəkildə bir layihədir. Bəli, düz eşitdiniz. Gündəlik həyatımızdakı ən kiçik işlərdən tutmuş, həyatımızı dəyişən o böyük qərarlara qədər gördüyümüz bir çox iş əslində bir layihənin təməl xüsusiyyətlərini daşıyır. Məhz buna görə də layihə idarəçiliyini anlamaq hamımız üçün çox vacibdir. Bax, bu sadə əlaqəni, yəni gündəlik həyatla peşəkar fəaliyyət arasındakı bu körpünü anlamaq bizi layihə idarəçiliyi dünyasına aparan ilk addımdır. Yaxşı, bu gündəlik misallardan sonra gəlin görək işin peşəkar tərəfi, yəni formal tərifi nə deyir? Deməli, tərif belədir. Layihə unikal, yəni təkrar olunmaz bir məhsul, xidmət və ya nəticə yaratmaq üçün atılan müvəqqəti bir addımdır, bir cəhddir. Bu tərifdə 2 sözün altını çizmək lazımdır, çünki bütün məsələ bu 2 sözdə gizlənib. Birincisi müvəqqəti, ikincisi isə unikal. Gəlin birinci açar sözə, yəni müvəqqəti sözünə fokuslanaq. Bunun əhəmiyyəti o qədər böyükdür ki, bu o deməkdir ki, hər bir layihənin konkret bir başlanğıc tarixi və konkret bir bitmə tarixi var, yəni əbədi deyil. Məhz bu xüsusiyyət layihələri bizim gündəlik dayanmadan təkrarlanan işlərimizdən, yəni əməliyyatlardan fərqləndirən əsas cəhətdir. Bu fərqi daha yaxşı anlamaq üçün gəlin müqayisə aparaq. Təsəvvür edin, bir tərəfdə layihə var. Bu müvəqqətidir, başlayır, bitir və məqsədi yeni bir şey yaratmaqdır. Məsələn, sıfırdan yeni bir veb-sayt qurmaq. Digər tərəfdə isə əməliyyat var. Bu isə davamlıdır, təkrarlanandır. Məsələn, həmin o sayt hazır olandan sonra hər gün ona texniki xidmət göstərmək. Yadda saxlamaq çox asandır. Layihənin sonu var, əməliyyatın isə yox. Yaxşı, layihənin nə olduğunu aydınlaşdırdıq. Bəs layihə menecmenti, yəni layihələrin idarə olunması nədir? Bu sadəcə bir ideya deyil, bu bir prosesdir. Bu, bir layihənin tələblərinə çatmaq üçün bütün biliklərimizi, bacarıqlarımızı, əlimizdəki alətləri və texnikaları bir araya gətirib, onları layihəyə tətbiq etməkdir. Gəlin məsələni daha da sadələşdirək. Əgər layihə bizim nə sualımıza cavabdırsa, yəni nə etmək istəyirik, o zaman layihə menecmenti bizim necə sualımızın cavabıdır. Yəni, biz bunu necə edəcəyik? Bu, bir dirijorun fərqli-fərqli alətləri bir araya gətirib möhtəşəm bir musiqi yaratması kimidir. Yaxşı, bəs bu alətlər, yəni komponentlər hansılardır? İstər toy planlaşdırın, istərsə də kosmik gəmi düzəldin, fərq etməz. Hər layihənin 5 əsas komponenti var. Gəlin başlayaq birincidən. Məqsəd, yəni biz ümumiyyətlə nəyə nail olmaq istəyirik? Sonra gəlir zaman qrafiki. Bu işi nə vaxta qədər bitirməliyik? Üçüncüsü, əlbəttə ki, büdcə. Bu iş bizə nə qədərə başa gələcək? Dördüncüsü, maraqlı tərəflər. Yəni, bu prosesdə kimlər iştirak edir, kimə təsir edir? Və nəhayət, 5-incisi, bütün bunları bir araya gətirən layihə meneceri. Bu 5 element bir layihənin onurğa sütunudur. Beləliklə, bir layihəni ayaqda saxlayan təməl daşları artıq bilirik. Amma əsl ustalıq, əsl sənət və ən vacib sual məhz budur. Bu 5 fərqli elementi bir-biri ilə necə əlaqələndirmək, necə tarazlıqda saxlamaq və bütün bu prosesi uğura doğru necə aparmaq olar? Bax, bu sualın cavabını seriyamızın növbəti bölümündə birlikdə axtaracağıq. İzlədiyiniz üçün təşəkkürlər.